Mağaza müdürü işləmək mənim üçün bir məsuliyyət və eyni zamanda bir zövqdür. Komandamla aramızda qarşılıqlı anlayış və dəstək var. Uğur isə hər bir gördüyümüz işin və göstərdiyimiz səylərin təbii nəticəsidir. Fərid Hacıyev, 30 yaşı var. Ali təhsillidir, ailəlidir, 2 övladı var. Əvvəllər həyatımın hər anı futbol idi, amma bircədə hər şey dəyişdi. Meydanı tərk etsəm də içimdə olan mübarizə ruhu sönmədi. Sadəcə istiqamətini dəyişdi. İndi satış sahəsində hər gün meydandayam. Komanda ruhu, strategiya və qələbə sevinci burada da eynidir. 2018-ci ilin iyulunda kassir kimi işə başlayan Fərid, həmin ilin oktyabrında baş satıcı. 2019-cu ildə isə administrator vəzifəsinə təyin olunur. 2021-ci ildən o, mağaza müdiri kimi məsuliyyətli işi öhdəsinə götürüb. Fərid həm də onu deyir ki, Araz mağazalar şəbəkəsində iş şəraiti elə qurulub ki, hər bir əməkdaş özünü dəyərli hiss edir. Rahat iş mühiti, ədalətli sistem və inkişaf imkanları əsas prinsiplərdəndir. Burada hər kəsin səsi eşidilir, zəhməti qiymətləndirilir və komanda ruhu hər addımda hiss olunur. Fərid işini həmişə sevə-sevə görür, müştərilərə diqqətlə yanaşır. Komandada səmimiyyəti və dəqiqliyi ilə seçildiyinə görə 3 dəfə ayın əməkdaşı adını qazanıb. Bu əzmkarlıq və zəhmət onu bir addım da irəli apararaq mağaza müdirliyinə gətirdi. Kiçik mağazada 40-45 nəfərlə işləmək həm daha rahat idi, həm də hər şeyə daha tez nəzarət edə bilirdim. İndi isə 80 nəfərlik bir komandanın məsuliyyətini daşıyıram. İş böyüdükcə məsuliyyət də artır. Amma bu həm də insanın böyüməsi, təcrübəsinin dərinləşməsi deməkdir. Fərid komandada motivasiyanı artırmaq üçün həmişə əməkdaşlarla birgə işləyir, qazandığı təcrübələri onlara ötürür. Beləcə həm birlikdə öyrənir, həm də uğurların dadını birgə çıxarırlar. Karyerasında yüksəlmək və uğur qazanmaq istəyən hər kəs Araza gələ bilər. Burada hər gün yeni biliklər öyrənir və bacarıqlarını inkişaf etdirirsən. Hər addım səni daha da irəli aparır və uğur yolunu açır. Araza gəldim, Arazda böyüdüm.